20-ci əsrin siyasi mənzərəsini dəyişdirən ən böyük hadisələrdən biri olan İran İslam İnqilabı bir gün içində baş vermədi. Bu prosesin kökləri daha dərinlərə, Pəhləvilər sülaləsinin hakimiyyətə gəldiyi ilk illərə gedib çıxır. Keçən əsrin əvvəllərində Qacar sülaləsinin hökmranlığı altında olan İranda şah hakimiyyəti zəif idi. Xarici dövlətlərin təsiri altında olan ölkə daxili qarşıdurmalar meydanına çevrilmişdi. 1905-1911-ci illərin məşrutə inqilabı və konstitusiyanın qəbul edilməsi belə xalqın istəklərini tam olaraq qarşılamırdı. Nəhayət 1921-ci il fevralın 21-də İranda hərbi çevriliş baş verdi və sonuncu Qacar şahı Əhmədin devrilməsi ilə faktiki olaraq bu sülalənin hakimiyyətinə son qoyuldu. Daha 4 il sonra isə çevrilişin liderlərindən General Rıza xan Rıza Şah Pəhləvi ilə taxta çıxdı. O dövrdə İran xaotik, feodal münasibətlərin hələ də qaldığı, sosial strukturu qeyri-sabit bir ölkə idi. Rıza Şah Avropa sayağı modernləşmə və fars millətçiliyinə əsaslanan dövlətçiliyin qurulması üçün sərt və radikal addımlar atırdı. Lakin bu yenilənmənin arxasında xarici dövlətlərin, xüsusilə də Böyük Britaniyanın güclü təsiri vardı. Birləşmiş Krallıq İranın neft mədənləri üzərindəki sahibliyini qorumaq və yaxın şərq siyasəti naminə Pəhləvilərin yüksəlişini dəstəkləyirdi. Rıza Şah hər nə qədər milli lider, qədim dövlətçilik ənənələrini yenidən bərpa edən hökmdar obrazı yaratmağa çalışsa da, ölkənin strateji qərarlarında Britaniyanın sözü hər zaman keçərli idi. Buna görə şahın xalqın içində nüfuzu böyük deyildi. İkinci Dünya müharibəsinin gedişində İran ərazisində nasist Almaniyası agentlərinin işlətdiyi ittihamını irəli sürən Britaniya və Sovet qoşunları 1941-ci ildə ölkə ərazisinə daxil oldular. Onların təzyiqi ilə cəmiyyətdə populyar olmayan Rıza Şah hakimiyyəti oğlu, cəmi 22 yaşlı Məhəmməd Rızaya təhvil verdi. Gənc şahın hakimiyyətinin ilk illəri qeyri-sabit keçdi. Müharibənin bitməsinə, müttəfiq qoşunların ölkədən çıxmasına və nisbi sabitliyin yaranmasına baxmayaraq, atasından fərqli olaraq o, güclü iradə sahibi deyildi və İranda baş verən proseslər üzərində nəzarəti tam ələ ala bilmirdi. Ölkənin iqtisadi dirəkləri isə demək olar ki, tam şəkildə xarici dövlətlərin nəzarətində idi. Bu dövrdə Britaniya və Amerika Birləşmiş Ştatları İran siyasətinə getdikcə daha çox müdaxilə etməyə başladı. Digər tərəfdən əsası 1941-ci ildə qurulan, ölkədəki solçu hərəkata başçılıq edən və Sovet İttifaqının dəstək olduğu Tude partiyası şaha qarşı ən güclü müxalifət təşkilatlarından biri idi. Müharibədən sonra dünyada baş verən sosial dəyişikliklər İrandan da yan keçmədi. Problemlərdən, oliqarxiyanın özbaşınalığından tükənən insanlar səslərini 1950-ci il parlament seçkilərində eşitdirə bildilər. 1951-ci ildə məclis ölkənin ən nüfuzlu siyasətçilərindən biri Məhəmməd Müsəddiqi baş nazir seçdi. Onun hakimiyyətə gəlməsi İran tarixində dönüş nöqtəsi idi. Bir çox sosial layihələr həyata keçirən Müsəddiqin ən böyük siyasi addımı İranın neft sənayesinə nəzarət edən İngilis-İran neft şirkətini milliləşdirməsi ilə bağlı idi. Bu, uzun illərdir Britaniyanın əlində olan ölkə neftinin taleyini kökündən dəyişdirdi. Müsəddiq yeni dövlət neft şirkətinin rəhbərliyinə Azərbaycanlı Mehdi Bazərqanı gətirdi. Milliləşdirmə qərarı İran xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Lakin eyni zamanda Amerika, Böyük Britaniya və onların dəstəyindən asılı olan Məhəmməd Rıza Şah üçün bu addım qəbul olunmaz idi. Şah Müsəddiqi hakimiyyətdən uzaqlaşdırmağa çalışsa da, onun səyləri heç bir bəhrə vermədi. Yekunda isə şah özü ölkəni tərk etməli oldu. Əvvəlcə İraqın paytaxtı Bağdada, ardınca isə İtaliyaya getdi. Lakin güclü xarici təzyiq altında olan Müsəddiqin siyasəti də yarım qaldı. Amerika və Böyük Britaniya İranı öz təsir dairələrinə qaytarmaq məqsədi ilə 1953-cü ildə Ayaks əməliyyatı adını alan planı işə saldı. Zamanında Müsəddiqin hökumətini dəstəkləyən Fəzullah Zahidinin rəhbərlik etdiyi şah tərəfdarı olan hərbiçilərin və xalq kütləsinin dəstəyi ilə Müsəddiq devrildi. Sabiq baş nazir siyasətdən kənarlaşdırıldısa, onun tərəfdarlarını repressiya gözləyirdi. Müsəddiqin devrilməsi xalqın yaddaşında dərin iz buraxdı və gələcək inqilabi proseslərə təkan verən səbəblərdən birinə çevrildi. Bu hadisə həm də Məhəmməd Rıza Şahın xarici dövlətlərdən asılılığını daha da artırdı. 1963-cü ildə Məhəmməd Rıza Şah ölkəni müasirləşdirməyə əsaslanan Ağ İnqilab proqramını elan etdi. Torpaq islahatı və kəndlərə pay torpaqlarının ayrılması, qadınlara seçki hüququnun verilməsi, kənd təsərrüfatında yeniliklər, savadlılıq kampaniyaları mühafizəkar çərçivələrində yerdə qalan İranı qərb dövlətləri səviyyəsinə yaxınlaşdırmaq məqsədi güdürdü. Amma islahatlar cəmiyyətin dindar hissəsində, o cümlədən böyük torpaq sahibləri arasında ciddi narazılıqla qarşılandı.
Torpaq islahatları da əslində kəndlərin gözlədiyi nəticəni vermədi. Kəndlərdə rifah tapa bilməyən insanlar iş arxasınca böyük şəhərlərə, əsas da paytaxt Tehrana axışdılar. Şəhərkənarı gecəqondu məhəllələrinin sayı sürətlə artdı və burada yaşayan sakinlər sonradan inqilabın sosial bazasını təşkil etdilər. Şaha narazılığından çəkinmədən dilə gətirən şəxslərdən biri isə Ayətullah Ruhullah Xameyni idi. Qəbyönümlü islahatları xarici dövlətləri mənfi təsiri kimi qiymətləndirən Xameyni sosial ədalətsizlikdə şahı günahlandıraraq daha böyük xalq kütləsini öz tərəfinə çəkirdi. 3 iyul 1963-cü ildə Qum şəhərində çıxışı zamanı hökmdarı yazıq bədbəxt adam adlandıran Ayətullah, əgər şah bu həyat tərzini davam etdirsə, bir gün gələcək ki, insanlar onun ölkədən gedişinə sevinəcək deyərək ətrafından toplaşan insanları coşdurdu. 2 gün sonra Xameyni həbs edildi. Böyük ixtişaşlara səbəb olan bu hadisədən sonra o həbsdən azad edildi və İraqa, Nəcəf şəhərinə sürgün olundu. Lakin şah əleyhinə çıxışlarını davam etdirən, fətvaları, müraciətləri audio kasetlərlə ölkəyə göndərilən Xameyni İran daxilində təsirini qoruyub saxladı. Gələcək İslam inqilabının ideoloqlarından biri də tanınmış sosioloq Əli Şəriəti idi. Şah rejiminin əsas tənqidçilərindən olan və buna görə bir neçə dəfə həbs edilən Şəriəti nüfuzlu din xadimlərinin rəhbər mövqedə olduğu sinifsiz bir hakimiyyət sisteminin formalaşmasının tərəfdarı idi. Onun fikirləri gələcək inqilabın təməl daşlarını qururdu. 70-ci illərin əvvəllərində İran iqtisadi baxımdan zəngin ölkə təsiri bağışlayırdı. Neftin qiyməti yüksəlmiş, ölkəyə milyonlarla dollar daxil olurdu. Amma bu sərvətin çox az bir hissəsi orta təbəqəyə və kənd əhalisinə çatır, korrupsiya daha da böyüyürdü. Dövlətin təhlükəsizlik xidməti SAVAK isə ölkəyə sərt nəzarəti həyata keçirir və şah düşmənlərinə qarşı repressiya aparırdı. Hakim sülalə, onun yaxın ətrafı və sadə insanlar arasındakı böyük fərqi isə 1971-ci ildə keçirilən bir tədbir ortaya çıxartdı. Şah-ı Həxamənişi, Şah-ı İran zəmin, az canəbi mən. Həmin il Məhəmməd Rıza Şah Əhəməni dövlətinin birinci hökmdarı, 2-ci Kirin taxta çıxmasının 2500 illiyinə həsr olunan təmtəraqlı ziyafət keçirdi. Bu tədbir üçün ilk Fars dövlətinin qədim paytaxtı Persepolis xarabalıqları yaxınlığında hər bir şeylə təchiz edilmiş çadır evlərdən ibarət kiçik şəhərcik və hava limanı tikildi. Dünya liderlərinin iştirak etdiyi ziyafətə milyonlarla dollar xərclənmişdi. Nümayiş etdirilən lüks həyat tərzi ölkədə yoxsulluq içində yaşayan minlərlə insanla ziddiyyət təşkil edir, cəmiyyətdə qınaq yaradırdı. Xalq üçün bu tədbir hakimiyyətlə insanlar arasındakı dərin uçurumun simvoluna çevrildi və şahın 1963-cü ildə apardığı qismən müsbət dəyişiklikləri də unutdurdu. Üstünə 1976-cı ildə ölkədə hicri təqvimi dəyişdirildi. Yeni təqvim isə Əhəməni dövlətinin yarandığı ildən başlayırdı. Yəni o zaman İranda 2535-ci il idi. Əlbəttə, bu addım da cəmiyyətdə yalnız gülünclə qarşılandı. Ən maraqlısı isə 5 il əvvəl həmin o böyük tədbir zamanı eyni dövlətin 2500 illiyi qeyd edilmişdi. 1977-ci ilin sonlarından etibarən ölkədə müxalif qüvvələr, həm İslamçılar, həm solçular, həm də liberallar aktivləşməyə başladı. Amma ən güclü qrup məhz İslamçılar idi. Bu səbəbdəndir ki, solçular və liberallar arasında ideoloji olaraq onlara əks olan bu mühafizəkar qrupu dəstəkləyənlər kifayət qədər idi. 1978-ci ilin yanvarında bir qəzetdə Xameinini təhqir edən yazı dərc edildi və bu hadisə Qum şəhərində iri etirazların başlanğıcı oldu. Qumla yanaşı Tehran, Təbriz və İsfahan da etirazların mərkəzlərinə çevrildi. Bir neçə ay ərzində nümayişlər bütün ölkəyə yayıldı. Şah rejimi zor tətbiq etdikcə xalqın qəzəbi daha da artırdı. Beləcə xalq etirazları kütləvi inqilabi hərəkat səviyyəsinə yüksəldi. Məsalih milli və pişrəft məmləkət və bu icad fişar. Bu zamanlar artıq səhhətində ciddi problemlər yaranan şahın islahat və dialoq cəhdləri gecikmiş addımları idi. Onun azad seçkilər vədinə heç kim qulaq asmadı. Ardıcıl hökumət dəyişiklikləri də bir fayda vermədi. 1978-ci ilin avqustun 20-sində Abadan şəhərindəki Rex adlı kinoteatrda törədilən yanğın nəticəsində 500-ə yaxın adam həyatını itirdi. Hökumət yanğında dindarları günahkar bildisə, müxalifət yanğının provokasiya olduğunu və SAVAK tərəfindən törədildiyini irəli sürdü. Çox sonradan yanğının həqiqətən radikal dindarların işi olduğu sübut edildi. İstənilən halda bu qanlı hadisə inqilab alovunu daha da artırdı. Sentyabrın 8-də isə Tehranda keçirilən mitinqin yatırılması üçün polis odlu silahdan istifadə etdi. Qara Cümə adını alan bu hadisədə 87 insan öldü.
3 yanvar 1979-cu ildə baş nazir vəzifəsinə liberal ideyalar ilə tanınan Şapur Bəxtiyar gətirildi. Tez bir zamanda demokratik seçkilərin keçiriləcəyini bildirən Bəxtiyar, yanvarın 20-si Savak təşkilatının ləğv edildiyini açıqladı. Bu addımla o hərəkatın hərarətini azaltmağı düşünsə də, İslamçılar Savakın ləğvini hakimiyyətin zəiflik kimi qiymətləndirdi və son zərbəni vurmağa hazırlaşdı. Savakın ləğvindən cəmi 8 gün sonra Tehran Universiteti yaxınlığında jandarmaların aksiyaçılara atəş açması nəticəsində 39 nəfər öldü, 285 nəfər isə yaralandı. Fevralın 1-də uzun sürgün illərindən sonra Ayətullah Xameyni İrana qayıtdı və milyonlarla insan tərəfindən qarşılandı. Bu geri dönüş artıq siyasi qələbənin rəmzi idi. Fevralın 5-i onun oturduğu iqamətgahda Mehdi Bazarqanın rəhbərliyi altında müvəqqəti inqilab hökuməti quruldu. Fevralın 9-u Tehranda müxalif silahlı qüvvələr isyan qaldırdılar. Xalq mücahidləri və Xalq fədailəri adlı iki sol radikal təşkilat Savak, polis və jandarmeriyanın baş idarələrini ələ keçirdi. 11-də ordu baş qərargahı neytral mövqedə dayandığını elan etdi. Beləliklə, ölkədə hakimiyyət tam şəkildə İslamçı inqilab tərəfdarlarının əlinə keçdi. Monarxiya süqut etdi. Şah tərəfdarlarına qarşı geniş repressiyalar başladı. İnqilabdan sonra keçirilən referendumda İranın yeni idarəetmə forması İslam Respublikası böyük səs çoxluğu ilə qəbul edildi. Yeni konstitusiyaya əsasən ali dini lider olan Xameyni həm siyasi, həm də dini rəhbər olaraq ölkənin bir nömrəli adamına çevrildi. İnqilab zamanı Məhəmməd Rza Şah ailəsi ilə birgə ölkəni tərk etmişdi. Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq hökmdar müalicə üçün Amerikaya getdi. Yeni İran hökuməti Birləşmiş Ştatlardan şahın onlara təhvil verilməsini istəsə də, prezident Jimmy Carter bu istəyi qəbul etmədi. Nəticədə 1979-cu ilin noyabrında radikal tələbələr ABŞ səfirliyinə basqın edərək 52 diplomatı girov götürdülər. Girov böhranı 444 gün davam etdi. Diplomatlar geri qaytarılsa da, iki ölkə arasındakı münasibətlər bərpa olunmaz şəkildə pisləşdi. ABŞ İranla diplomatik əlaqələri kəsdi. Bu, İranın dünyadan tədric dövrünün başlanğıcı idi. Müxtəlif ölkələrdə sığınacaq axtaran İranın son monarxı Məhəmməd Rza Şah isə 1980-ci ildə Misirdə vəfat etdi. Onun ölümü ilə bir dövr tam şəkildə sona çatdı.